Samir Usta, burada yazıblar Evet, ki, tamam. o kebapçının kötüyün üstünü niye temizlemiş? Biz hamının fikrini salamlayırıq da. Yəqin ki, onlar olmasaydı biz də bəzi səhvlərimizi düzəldə Ay bilməzdik də. sağ ol, indi lazımdır. Yəni, Başa İzahımı verək də, gedək mətbəxə baxaq, görək. Gerek. Tabii, çək. Bu indi təmizdir. Bu təmizdir, yəni kötü işdən sonra. Yəni bu hər gün bu hamı bilir də, yəqin ki, kebabçılar da bilir, onları da salamlayırıq. Yəni bunu piylə biz üstünü yağlayırıq. Sonra da duz vurur. Yəni nəyə görə olur? Tiftiklənməsin, ətdə o kötüyün qırıntıları qalmasın. Kötüyün özünün tərkibi nədir? Selluloza. Dədə-babadan bilirlər ki, bundan kağız istehsal olunur da yəqin ki. Onu bilməyənlər də var, bilənlər də var. Kötüyə balta vuranda o qeyri-ixtiyarı didilir. İş gələndə özünüz bilirsiniz ki, dinməzsə bitir də. Bilmirsən tava hardadır, bilmirsən şiş hardadır. O ona qışqırır. Mətbəxdə iş qaynayanda özünüz bilirsiniz ki, hər şey korlanır, çiklənir. Yəni biz gizlətmirik ki, yəqin ki biz onu hazırlaşıb eləsəydik, özünüz də bilirsən ki, qəfil gəlsən çəkirsən ki, neyinirsiniz? Biz də nəyi gizlədək qardaş, nə var ortalıqda? Heç kimdən heç kim gizli deyil. Meşədə bəyəm odun pişirəndə, kebab pişirəndə kötüyü yuyursunuz. Bu Samir Usta da xotladmayın da. Biz Samir Usta. izahımı verdim də. Olmuyor. Sağ ol. Sağ ol. Sen daha narahat eləməyəcəksən. Sağ ol.